Dil mətbuatın gündəmini zəbt edən Ramiz Mehdiyevin vurulmasının əsası 2020-ci ildə karantin qaydalarını pozaraq nəvəsinə toy etməsi ilə qoyulmuşdu. Həmin vaxtda qayda pozuntusuna görə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilmişdi. Bəs Mehdiyevlərin evini yıxan görüntüləri kim çəkib paylaşmışdı? 24 Aza istinadla xatırladırıq ki, görüntüləri Müğənni Aysel Teymurzadə çəkərək xəbər saytlarına ötürmüşdü. Hadisə baş verən zaman Ramiz Mehdiyevin kürəkəni Müğənnini ittiham edərək bu sözləri demişdi. Filarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı Azərbaycanı Eurovision yarışmasında təmsil etmiş Aysel qərəzli videoları çəkib müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm, bundan sonra da araşdırma aparacağım. Bu sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür. Bugün dostuna xəyanət edən, sabah dostuna, xalqına da xəyanət edəcək. Xatırladaq ki, 2020-ci ilin avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanət, 278.1-ci hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və 193.1-ci cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin legallaşdırılması maddələri ilə ittiham olunur.